Amerikada 3 il yaşamağıma baxmayaraq, hələ də təəccübləndiyim məqamlar var. Yəni, onları bölüşmək istəyirəm. Birincisi, hamıya bəllidir ki, bu adamlar evə girdikdə belə ayaqqabıdan istifadə edirlər. Hətta sən usta filan çağıranda, gərək qapıya mütləq yazı vurasan, sən evdə olmursansa gəlib düzəltsin və yaxud da evdəsənsə mütləq bildirməlisən ki, zəhmət olmasa ayaqqabılarını çıxart. Tualetlərdə hər kəsə bəllidir yəqin ki, bu adamlar yalnız salfetkadan istifadə edirlər. Kofi yerində menecer olaraq çalışdığım üçün artıq bu mənə çox yaxşı bəllidir. Fərqi yoxdur, hava istidir, soyuqdur, qar yağır, yağış yağır. Bu adamlar gəlib buzlu kofi alacaqlar. Məktəblərdə elə aşağı sinifdən, məktəbə qədər hazırlıqdan, birinci, ikinci sinifdən yay, qış, soyuq su və suyun yanında mütləq ki, buz olur. Burada xəstələnmisənsə, qızdırman varsa və yaxud da biraz da olsa soyuq dəymən varsa, işə gəlməməyin yox, sənin işə gəlməyin problemdir. Əksinə, sən belə halda işə gəlsən, səni dərhal evə göndərəcəklər, çünki sən digər işçilər üçün də böyük təhlükəsən. Amerikada ən çox təəccübləndirənlər sırasında məktublardır. Hər kəsin evinin qarşısında poçt qutusu var. Bax ki, gedib imtahan verirsən sürücülük vəsiqəsi üçün, onu sənə məktub formasında evə göndərirlər. Bank sifarişi verirsən, bank kartı sifariş verirsən, daha doğrusu bank kartı sənə evə gəlir.